Vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər, sizlər üçün 17 iyun sertifikasiya suallarını paylaşım edəcəm və paylaşıma keçid almadan öncə qeyd edim. Kimlər ki, sınaq qruplarımıza qoşulmayıb, o zaman 30 plus sınaq əldə edə bilər. Bilirsiniz ki, nə qədər çox test işləsəniz, bir o qədər faydalıdır. Və müsahibə qruplarımıza qoşulmaq üçün isə qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bilirsiniz ki, 2025-ci ildə 250-dən çox birinci şans müəllimləri sertifikasiya müsahibə mərhələsində uğur qazanmışdı müəllimlər və həmçinin 50-dən çox ikinci şans müəllimlərimiz, kəsilən müəllimlərimiz müsahibə mərhələsində mənimlə uğur qazanmışdı. Bəli, sizlər də uğur qazanmaq istəyirsinizsə müsahibə mərhələsində də o zaman qeyd olunan nömrə ilə əlaqə saxlayıb müsahibə qruplarımıza qeydiyyatdan keçə bilərsiniz. Və qeyd edim ki, bir dəfə cəmi ödəniş olunur və həmçinin də icmallar da bizim tərəfdən hazırlanıb istəyinizə uyğun təqdim olunur. Və keçid alıram suallara. Suallara keçid almadan öncə qeyd edim ki, müəllimlərin oradan-buradan yadında qalıb. Ona görə biz suallara düzəliş etmək məcburiyyətində qaldıq və sualları sizə təqdim edirəm. Deməli, baxırıq birinci testdə. Dərs prosesi zamanı bir şagird davamlı olaraq səs salır. Digər şagirdlərin diqqətini yayındırır və dərsin normal gedişinə mane olur. Müəllim bu vəziyyəti düzgün idarə etmək və sinifdə sağlam təlim mühiti yaratmaq üçün hansı addımı atmalıdır? Şagirdi dərhal danlamaq və dərsdən uzaqlaşdırmaq. Əlbəttə ki, bu yol verilməzdir. Şagirdlə sakit şəkildə ünsiyyət qurmaq, davranışının səbəbini araşdırmaq və uyğun pedaqoji tədbir görmək, şagirdin davranışına əhəmiyyət verməmək və dərsi davam etdirmək, bütün sinifə xəbərdarlıq edərək digər şagirdləri cəzalandırmaq. Bəli, bu da olmayacaq. Amma digər B variantına baxırıq. Şagirdlə sakit şəkildə ünsiyyət qurmaq, davranışının səbəbini araşdırmaq və pedaqoji tədbir görmək. Əlbəttə ki, burada B variantı olmuş olacaq. Keçid alırıq digərinə. Mətn təqdim olunur. Şagirdlər mətndəki sözlərin mənasını müəyyən edir və həmin sözlərdən istifadə edərək yeni mətn yaradırlar. Bu fəaliyyət idrak taksonomiyasının hansı mərhələsinə aiddir? Deməli, yaratmaq, tətbiq etmək, təhlil etmək və dəyərləndirmək mərhələsi. Burada da müəllimlər mətndəki sözlərin mənasını müəyyən edir və həmin sözlərdən istifadə edərək. Deməli, nədənsə istifadə edib, nəyisə yerinə yetirirsə, bu da tətbiq etmək mərhələsi olmuş olacaq. Keçid alırıq digərinə. Biri diaqnostik qiymətləndirmənin xüsusiyyətlərinə aid deyil. Təlimin əvvəlində keçirilir. Bəli, bu doğrudur. Şagirdlərin mövcud bilik və bacarıqlarını, həmçinin maraq və ehtiyaclarını müəyyənləşdirir. Bəli, bu da diaqnostik qiymətləndirmədə öz əksini tapır. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Dəfələrlə dərslərimizdə də qeyd etmişəm və kəmiyyətlə şagirdə qiymət yazılmır. Diaqnostik qiymətləndirmənin nəticələri də şagirdlərin portfolyosunda saxlanılır. Sonra keçid alırıq digər varianta. Şagirdin dərsinin sonundakı nailiyyət səviyyəsini rəsmi şəkildə qiymətləndirir və jurnala yazılır. Ümumiyyətlə, dərsinin sonu deyirsə, nailiyyət səviyyəsi deyirsə, bu summativ qiymətləndirmə olacaq. Yəni, bu diaqnostik qiymətləndirməyə aid deyil. Digər D variantında isə müəllimə təlim strategiyasını seçməkdə və fərdi yanaşmanı təmin etməkdə kömək edir. Bəli, burada şagirdin marağını nəzərə almağa müəllimə kömək edir. Şagird hansı öyrənmə tərzinədir, necə ilkin olaraq elə bil ki, diaqnoz qoyur da şagirdə. Bu da doğru cavabdır. Keçid alırıq digər 4-cü testdə. Dərs zamanı şagirdlərdən biri davamlı olaraq səs salır. Yoldaşlarının diqqətini yayındırır və dərsin gedişatını pozur. Sinifin effektiv idarə edilməsi deməli, strategiyasına əsasən müəllimin hansı davranışı daha doğru hesab olunur? Şagirdi dərhal sinif qarşısında kəskin şəkildə danlamaq və xəbərdarlıq etmək. Xeyr, şagirdi həmçinin də sinif qarşısında yol verilməzdir. Burada sağlam psixoloji mühit pozulur, yanlışdır. Dərsi dayandırmadan şagirdə yaxınlaşaraq qeyri-verbal siqnallarla xəbərdarlıq etmək, problem davam edərsə dərsdən sonra fərdi söhbət aparmaq. Bəli, elə B variantı olacaq. Digərində isə şagirdi cəzalandırmaq
məqsədi ilə dərhal sinif otağından bayıra çıxarmaq və ya direktor otağına göndərmək, bu da yanlış yanaşmadır. Şagirdin bu davranışına tamamilə laqeyd qalmaq da olmaz ümumiyyətlə. Bu da yanlışdır. Deməli, burada da doğru cavabımız B variantı olmuş olacaq. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Həmçinin də digər sualları da sizlərlə paylaşım edəcəm. Hər gün sertifikasiya suallarını paylaşım edəcəm sizlərə dəstək məqsədi ilə.